Salam, hamınızı xoş gördük. Ekranda yenə də albalı görürsünüz. Albalını qışa biz hazırlayırıq mürəbbəsini, kompotunu, qurudulmuşunu və yaxud albalıdan marmelad, cem hazırlayırıq. Amma bugünkü mövzu tamam başqadır. Bugün sağlamlıq mövzusunda danışırıq. Mən keçən videoda albalının sapından söhbət açmışdım. Albalının sapı da çox xeyirlidir. Yəni yaradan özü elə yaradıb ki, onun tumu da, sapı da, hətta meyvəsi də bizə xeyirdir. Albalı bilirik ki, ürəyə çox böyük xeyri var. Beyində olan hüceyrələri çox gözəl inkişaf elətdirir. İnkişafını sürətləndirir. Amma albalının sapı haqqında danışmaq istəyirəm. Bu bizə bugün lazım deyil. Albalının sapı. Albalının saplarını mən yığmışam. Bunları qurudacağam. Niyə lazımdır albalı sapı? Mən düzdür bir internetdən baxmışdım. Bir də Türk professor doktoru var, İbrahim Saracoğlu. O bunun haqqında bir neçə il bundan əvvəl albalı sapı haqqında danışmışdı. Və mən özüm də bundan istifadə elədim, çox xeyrini gördüm. Ayaqda olan şişkinliklərə xeyri var albalı sapının, onun dəmləməsinin daha doğrusu. Həkimin dediyinə görə şəkərli diabetə çox xeyri var. Maraqlansaz siz də həmən kanalda, Şəfalı Bitkilər kanalında tapıb oxuya bilərsiniz. Bunu necə istifadə edirlər? Albalının sapını yumuşam, quruyub və belə bez bir parça üzərində, pambıq parça üzərində bunu quruduruq. Qurutduqdan sonra salafana qoymaq olmaz, qətiyyən olmaz. Təmiz bir quru bankada yığıb, quru sərin yerdə saxlamaq lazımdır. Qapağını da bağlamaq olmaz. Qapaq əvəzinə salfetka sarıya bilərsiniz və yaxud da ki, kağızla, bir bezlə bağlaya bilərsiniz. Qurutduqdan sonra bunu necə istifadə edirik? Mən öz təcrübəmdən demək istəyirəm sizə. Ayaqda olan şişkinlikləri, ödemə qarşı çox böyük xeyri var. Ayaqda şişkinlik bilirik böyrəklərdən olur. Sidik qovucu xassiyə malikdir albalı sapı. Bunun 25 dənəsini bir stəkan suda, 25 dənə albalı sapını bir stəkan suda 5 dəqiqə qaynadırıq. Qaynatdıqdan sonra onu soyuduruq. 1-2 damcı limon, əgər dadından xoşlanmayan varsa, bir diş qənd atıb bunu istifadə eləyə bilərsiniz səhər və axşam. Revmatizmə çox böyük xeyri var. İstifadə eləsəz 10 gün ərzində artıq xeyrini görəcəksiniz. Ayaqda şişkinliklər çəkilir, sidik qovucu xassiyə malikdir. Bir sözlə çox xeyirlidir, şəfa mənbəyidir. Mən indi burada sizə artıq mənim bankada qurumuş olan albalı çöplərini göstərmək istəyirəm. Belə qurudub bankaya yığmaq lazımdır. Ağzını salfetlə bağlamışam mən. Salafanla və yaxud qapaqla bağlamaq olmaz. Çünki bu daim hava çəkməlidir. Havasızlıq yarandıqda çürüyə bilər, kiflənə bilər. Belə bir şəraitdə sərin və quru yerdə saxlamaq lazımdır. Həm də bunun çox gözəl yağ yandırma xassəsi var. Yəni artıq piylərdən, artıq yağdan əziyyət çəkənlər bundan istifadə edə bilərlər. Onun da öz qaydası var. Yəni 1 litr qaynanmış suda yenə 30 ədəd albalı çubuğunu, sapını dəmləyib bütün gün ərzində həmən 1 litr sudan istifadə eləmək lazımdır. İnanıram ki, bu faydalı məsləhətdən siz də faydalandınız. Əgər sizə bir xeyrim dəydisə, çox gözəl. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Abunə olmağı da. Sağ olun. Görüşənədək.